Futbol. Çoxumuz üçün bu söz sadəcə bir oyundan daha çox şey ifadə edir, elə deyilmi? Bu bir ehtirasdır. İnsanları bir araya gətirən sehri bir qüvvədir. Amma bu ehtirasın pərdə arxasında, stadionların o parlaq işıqlarının altında daha dərin, daha mürəkkəb bir dünya var. Siyasət dünyası. Gəlin bugün məhz bu əlaqəni, iqtidarların dünyanın ən populyar idman növünü necə bir alətə çevirdiyini bir yerdə araşdıraq. Yaxşı, bəs əsas sual budur. Necə olur ki, topu qovmaqdan ibarət sadə bir oyun bu qədər güclü siyasi məna daşıya bilir? Millətlərin taleyindən tutmuş beynəlxalq münasibətlərə qədər futbol niyə həmişə siyasi arenanın tam mərkəzində yer alır? Baxın, bu sitat məsələnin kökünü o qədər gözəl izah edir ki, futbolun milyonlarla, hətta 100 milyonlarla insana eyni anda çatmaq kimi inanılmaz bir gücü var. Bu güc əlbəttə ki, iqtidarda olanlar üçün əldən buraxılmayacaq bir fürsətdir. Yəni, futbol sadəcə bir idman deyil, həm də təsir etmək, idarə etmək və istədiyin mesajı kütlələrə ötürmək üçün qüsursuz bir platformadır. Gəlin biraz daha dərinə gedək. Futbol bir siyasi alət kimi. Bu, tam olaraq necə işləyir? Bilirsiniz, bu heç də təsadüfi baş verən bir şey deyil. Bu, illər boyu düşünülmüş, hesablanmış bir strategiyadır. Təsəvvür edin, futbol hələ yeni populyarlaşdığı dövrlərdə belə siyasətçilər dərhal anlayıblar ki, əllərində necə güclü bir alət var. İnsanların bu oyuna olan sevgisini çox asanlıqla siyasi məqsədlərə yönəltmək olardı. Məsələn, milli qürur hissini alovlandırmaq ya da əksinə, insanların diqqətini ölkədəki real problemlərdən yayındırmaq üçün futbol ideal bir vasitə idi. İndi isə gəlin, belə deyək, iqtidarların oyun kitabına nəzər salaq. Hansı konkret strategiya və taktikalarla bu oyundan öz xeyirlərini istifadə edirlər? Tədqiqatçı Malcolm Benoit bu məsələni 4 əsas hissəyə bölür. Yəni, futbol birincisi, beynəlxalq münasibətlərdə bir ölkənin siyasətini nümayiş etdirə bilir. İkincisi, ölkə daxilində güclü bir təbliğat vasitəsinə çevrilir. Üçüncüsü, bələn kütlələri sakitləşdirmək, onların enerjisini başqa səmtə yönəltmək üçün istifadə olunur və nihayət dördüncüsü, tam əksinə, insanların öz etirazlarını, narazılıqlarını ifadə etməsi üçün bir məkana çevrilə bilir. Bax, bu 4 maddə o siyasi oyun kitabının əsasını təşkil edir. Və tarix, bu oyun kitabının necə işlədiyini göstərən həqiqətən də təəccüblü nümunələrlə doludur. Məsələn, 1934-cü ildə Mussolini dünya çempionatını faşizmin bir təntənəsinə çevirməyə çalışdı. Ya da 1978-ci ildə Argentinadakı hərbi xunta ölkədə baş verən dəhşətli cinayətləri futbol şənliklərinin səs-küyü ilə pərdələməyə cəhd etdi. Daha yaxın tarixə gəlsək, Berlusconi Milan azarkeşlərindən özünə siyasi baza yaratdı. Putin isə 2018-ci il çempionatı ilə bütün dünyaya güclü Rusiya imicini satmağa çalışdı. Yaxşı, bəs bugün vəziyyəti necədir? Təbii ki, strategiyalar dəyişib, daha, belə deyək, incələşib. İndi söhbət birbaşa kobud təbliğatdan yox, daha çox yumşaq gücdən gedir. Xüsusilə də Körfəz ölkələri bu strategiyanın ustasına çevrilib. Bəs bu yumşaq güc deyilən nədir? Çox sadə dildə desək, bu, tanklarla, pulla yox, mədəniyyətlə, dəyərlərlə, cazibə ilə başqalarına təsir etmək sənətidir. Və futbol bu cazibəni yaratmaq üçün şübhəsiz ki, mükəmməl bir alətdir. Və məhz burada Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Saudiya Ərəbistanı kimi ölkələr səhnəyə çıxır. Onlar futbola inanılmaz pullar, milyardlar yatırırlar. Niyə? Çünki bu, onların gələcəyə yatırımıdır. Bu pulla onlar özlərinin neftdən asılı olmayan, müasir, dünyaya açıq ölkələr kimi təqdim etməyə çalışırlar. Amma təbii ki, bu medalın bir də qaranlıq üzü var və buna sport washing deyilir. Bu nə deməkdir? Yəni, idmanın parıltısından istifadə edərək, öz ləkəli reputasiyanı, insan haqları pozuntuları kimi problemləri yumaq, örtbasdır etməyə cəhdi. Bunun ən bəlkə də bariz nümunəsi əlbəttə ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatıdır. Baxın, bir tərəfdə Qətərin dünyaya göstərmək istədiyi imic var idi. Müasir, qlobal bir mərkəz. Amma o parlaq fasadın arxasında tamam başqa bir reallıq gizlənirdi. Stadionların tikintisində həyatını itirən minlərlə miqrant işçi, ölkədəki fundamental hüquqlarla bağlı ciddi problemlər. Ancaq bir dəqiqə. Hekayə təkcə iqtidarlardan, güc mərkəzlərindən ibarət deyil. Futbolun əsl sahibləri kimlərdir? Azarkeşlər, elə deyilmi? Gəlin indi də məsələnin digər tərəfinə, yəni tribunallardan gələn səslərə qulaq asaq.
Bəli, bu çox vacib məqamdır. Siyasətçilər futbolu öz alətlərinə çevirməyə nə qədər çalışsalar da, stadionlar eyni zamanda etirazın, fərqli fikrin, müxalifətin səsləndiyi bir məkana çevrilə bilir. Futbol meydançası həm də bir mübarizə meydanıdır. Və bu, həqiqətən də aşağıdan yuxarıya doğru bir hərəkatdır. Biz görürük ki, azərkeş qrupları sosial ədalətsizliyə qarşı kampaniyalar təşkil edir. Və ya Almaniyadakı Sant Pauli kimi klublar var ki, özlərini açıq-aşkar antifaşist bir cəmiyyətin simvolu kimi təqdim edirlər. Bəzi futbolçular öz şöhrətindən istifadə edərək vacib sosial məsələləri gündəmə gətirir. Bəzən isə bir klub bütöv bir regionun, hətta sıxışdırılmış bir millətin kimlik mübarizəsinin bayraqdarına çevrilir. Yaxşı, bütün bu danışdıqlarımızı bir araya gətirsək, əlimizdə nə qalır? Futbol və iqtidar. Bu mürəkkəb, bəzən ziddiyyətli münasibəti necə yekunlaşdıra bilərik? Sonda gəldiyimiz nəticə bəlkə də budur. Futbol meydançası, o yaşıl ot örtüyü, əslində bizim yaşadığımız cəmiyyətin kiçik bir modelidir. Orada iqtidarların güc nümayişi ilə sadə insanların dəyişiklik arzusu toqquşur. Və mən bugünkü söhbətimizi bir sualla bitirmək istəyirəm. Növbəti dəfə sevimli komandanızın oyununu izləyərkən, stadionun o səs-küyünü eşidəndə bir anlıq düşünün. Siz əslində nəyə baxırsınız? Sadəcə qollara və ötürmələrə, yoxsa onların arxasında gizlənən güc oyunlarına, kimlik mübarizələrinə və siyasi mesajlara? Çünki futbolda gördüyümüz kimi hər zaman oyundan daha artığı var.